Sərəncamın İlqar Abbasov kim itirir? Hansı səbəbdən itirir? Salam dəyərli dostlar, xoş gördük hər birinizi əziz dostlar. Biz zaman-zaman bəzi rayonlarda, bəzi bölgələrdə bələdiyyə sədrlərindən danışırıq, bəzi yaratmaz bələdiyyələrdən danışırıq, bəzi bələdiyyə bəlalarından danışırıq. O bəzi bələdiyyələr vətəndaşlara qənim kəsilir. İndi bir vətəndaş bizə müraciət göndərib, Qarayeva Seylan Mirzə Hüseyn qızı, Biləsuvar şəhər bələdiyyəsinin sədri İlqar Abbasovdan görün nələr danışacaq dəyərli dostlar. İzləyək Seylan xanımı, görək bələdiyyədən nə deyəcək dəyərli dostlar. Göndərirəm jurnalist Elnur Şükürova. Elnur müəllim, sizdən artıq dərəcədə xahiş edirəm, bunu efirdə işıqlandırasınız. Görəkmi, sahibsizdən İlqar Abbasov kimdir, nə istəyir? 2018-ci ildə mənə torpaq sahəsi ayrılıb, Biləsuvar rayonu mərkəzi xəstəxanasının yanından. Mən özüm Qarayeva Seylan Mirzə Hüseyn qızı 1-ci qrup 50. Özümündə heç kəsim yoxdur. Cənab Prezidentə məktub ünvanladım. Cənab Prezident mənim üçün torpaq sahəsi ayrılmağı göstəriş verdi. Hal-hazırda İlqar Abbasov kimdir bilmirəm. Məndən nə istəyir onu da bilmirəm. Mən sahibsizəm, yəsizəm, xəstəyəm. Onu da İlqar Abbasov bilir. Mənim ölməyimi gözləyir. Cənab Prezident, sizin verdiyiniz sərəncamı deyil itirmişəm. O boydana yaşayış məsavi olub ki, nədir? Yaşayış massividir, hal-hazırda Cənab Prezident tərəfindən mənim üçün göstərilən torpaq olub kənd təsərrüfatı təyinatdır. Nəyə görə? Sizin sərəncamınızı İlqar Abbasov kimdir itirib? Niyə görə mənim torpağımı vermir? Siz mənə hədiyyə etdiniz torpağı sahibsiz kimi. Axı siz mənim arxamdasınız. Siz bizim dayağımızsınız, siz bizim fəxrimizsiniz. Belə də fəxr elədiyimiz bir prezidentimizin də sərəncamını İlqar Abbasov kim itirir? Hansı səbəbdən itirir? Mənim torpağımı mənə alınıb verməyində xahiş edirəm artıq dərəcədə. Mənim ağır xəstəyəm. Hal-hazırda mən Biləsuvar mərkəzi xəstəxanasında sanki yaşayış yerimdir. Mənim yaşayış yerim yoxdur. İlqar Abbasov 8 ildir məni əmlak komitəsindən qoyub öz arasında. Bakıya gedirəm, müraciət eləyirəm. Bakı zəng eləyir ki, İlqar Abbasov o cənab prezident tərəfindən verilib. Bu torpağı verməlisən Seylan xanıma. Çünki o sahibsizdir, xəstədir. Bizim hər birimizin borcudur ona müraciət, kömək etmək. Amma isə İlqar Abbasov deyir ki, Seylan xanım öləcək, torpağı mən mənimsəyəcəm. Ona görə də Elnur müəllim, sizdən artıq dərəcədə xahiş eləyirəm. Mehriban xanım, sizdən xahiş eləyirəm. Cənab Prezident, sizdən xahiş eləyirəm. Elnur Şükürov, sizdən xahiş eləyirəm. Artıq dərəcədə. Elnur müəllim, bunu Cənab Prezidentə çatdır. Cənab xanım Mehriban xanımlara, xanımların xanımına çatdır. Çatdır ki, yəsizi Biləsuvarda məmur öldürür. Xəbərin olsun. Sən əlinə nə vermirsən, hamısını alıb götürür. Nətər olur kənd təsərrüfatı təyinatlı olur? Heç onun orada torpağı var. O özü kənd təsərrüfatı təyinatlı deyil. Bir belən Biləsuvarı satıb yemisən, bəsdir. İndi dəymə sağrın torpağına. Yəsizin torpağına dəymə. Çünki o cənab prezidentin mənə verdiyi hədiyyəsidir. Artıq dərəcədə xahiş edirəm, cənab prezident. İlqar Abbasov haqqında ciddi ölçü götürəsiniz. Belə, dəyərli dostlar, Seylan xanımı dinlədik. Seylan xanım Cənab Prezidentdən dəstək istəyir, aidiyyəti qurumlardan dəstək istəyir, baş prokurorla görüşə bilmir ümumiyyətlə. İlqar Abbasovun əlindən cana yığılıb. Təbii ki, səsləndirilən iddialarla bağlı qarşı tərəfində fikrin, qarşı tərəfində mövqeyini işıqlandıra bilərik. Yayımımızı bəyənin, paylaşın, kanalımıza abunə olun. Sağ olun, sağlıqla qalın.